Daha bir vloqdan hər kəsi salamlayıram. Bu dəfə təbrik vloqu çəkirəm. Bəli, gedirik İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində direktorumuzu təbrik eləməyə. Təbii ki, təbrikə getməmişdən öncə çiçəklərin ən gözəl ünvanı olan çiçəkçiyə gedirik. Rayonumuzda çiçəkçi mağazası açılanda ən çox sevinən xanımlardan biri də mənəm. Gəldim, gördüm ki, direktorlarımın hər ikisi də çiçəkləri də seçiblər, məni gözləyirlər. Komandamızda artıq maşallah olsun direktorlarımızın sayı çoxalır və çoxalmağa da davam eləyəcək bilirəm. İmişli rayonunda sahibkar xanımların sayı getdikcə çoxaldıqca həqiqətən qürur duyuram. Çünki mən də bu yola tək başlamışdım və 4 manat maaşla başlamışdım. Yeni başlayan xanımlar heç vaxt ruhdan düşməyin. Bəli, yola düşürük biz Lamiyə xanımla, Rəna xanımla Bəhrəmtəpə qəsəbəsinə və qeyd edeyim ki, qızımız artıq təsdiqlənmiş direktordur. Qeyd edeyim ki, Fabili şirkətində açdığımız rütbəni təsdiqlədikdən sonra maaşdan əlavə premiyalar olur və Aysun xanım da maaşından əlavə artıq 1500 manat premiya qazanmış oldu. Tam bir il öncə evində 2 körpə övladına baxan bir ana bugün sahibkar bir xanımdır və 1500 manat premiyası anında saytına yükləndi. Hətta o bir ofis rəhbəridir. Bəli, çatdırılmalarımız tamamilə pulsuz şəkildədir. Yaxın kəndlərə də köməklik göstərilir çatdırılmada. Bir gözəl sürprizlə sizin də qapınızı döyüb təbrik etməyimizi istəyirsinizsə, siz də bizim komandaya qoşulub uğurlu xanımlardan ola bilərsiniz. Bəlkə də Aysun xanımın da bir gün bu həyəti təmizləyərkən heç vaxt ağlına gəlməzdi ki, o da evdən çalışaraq sahibkar bir xanım olar. Amma o qarşısına çıxan fürsəti dəyərləndirdi və bunu bacardı. Niyə də siz bacarmayasınız? Hər şey sizin öz əlinizdədir.